9-cu sinif buraxılış tipli bir sual izahına baxırıq. Sualda deyirlər x-in kvadratı çıxılsın 6x plus 4 bərabərdir 0 kvadrat tənliyinin kökləri x1 və x2 olarsa ifadəsinin qiymətini tapın. Baxırsınız, bu çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə Viet teoremlərinə əsasən köklərin gəlimi bizə x-in əmsalının əksini verirdi. Köklərin hasili isə sərbəst həddin özünü verirdi. Onda həmin qaydaya əsasən burada x1 plus x2 bizə x-in əmsalının əksini, yəni ki 6-nı verəcək. x1 vur x2 də bizə sərbəst həddi, yəni ki 4-ü verəcək. Burada yerinə qoysaz x1 plus x2 bölünsün var ki kök altında x1 vurulsun x2 bərabər də olur ki burada toplamanın yerinə 6-nı qoyursan, kök altında vurmanın yerinə də 4-ü yazırsan. Burada alınır ki 6 bölünsün 2, bu da bərabər də 3 eləmiş oldu. Yəni bu ifadənin qiyməti 3 eləmiş oldu. Bugünkü izahda bu qədər, sağ olun.